Qadın. Baxın, müəllimlər, sifətdir, ismi yanındadır, gedəcək. Pis əməl, sifətdir, ismi yanındadır. Gözəl günlərimiz, sifətdir, ismi yanındadır, gedəcək. Su kiçiyindir. Baxın, sifətdir. Yol böyüyün, böyük sifətdir, amma isimlərin yanlarında deyil. Birinci zoomda, birinci 40 dəqiqədə nə dedim? Dedim, sifətin əgər yanında ismi yoxdursa, bu zaman sifət isimləşir. Bir də sifətin üzərində ismə məxsus qrammatik şəkilçi varsa, sifət isimləşir. Məncə artıq müəllimlər bu hissə sizə aydın oldu. Keçirik 5-ci suala. Bayaq bunu da demişdim, bir də baxaq. Qənirə bugünkü libasda daha gözəl görünürdü. Bugünkü nədir? Sifətdir. Sual verin, hansı bugünkü? Bax, sifət öz sualına cavab veribsə, deməli isimləşməyib. Məmməd bəy dəmir dəbilqəni başından götürdü. Buradakı dəmir isimdir. Ümumiyyətlə bu cümlədə sifət yoxdur. Bizə deyir, sifət ismi xüsusiyyətini daşısın. B də gedir. Bu gözəl qız qoşunun sərkərdəsi imiş. Gözəl qız. Sifətli ismi yanındadır. O, əvvəlki əməllərinə görə xəcalət çəkirdi. Sifətli ismi yanındadır. Deməli, isimləşməyib. Gözəl görünər, çirkin bürünər. Baxın, gözəl, çirkin, sifətdir. Bəs isimləri hardadır? Yoxdur. Sual verin, gözəl, kim, çirkin, kim? Burada kim sualına cavab verdi? Sifət əgər kim sualına cavab veribsə, deməli neyinib? İsimləşibdir. Cavabımız olur E variantı. Baxırıq növbəti sualın izahına. Cümlələrdən birində sifət ismi xüsusiyyətini daşıyır, yəni isimləşir. Gəlin baxaq. İgid əskərlər mərdliklə vuruşurlar. İgid sifətdir, ismi yanındadır. Deməli, isimləşməyibdir. İgid əskərlər. Necə əskərlər? Nə cür əskərlər? Hansı əskərlər? Öz sualına cavab versə, deməli, sifət isimləşməyib. Yaşlı professor içəri daxil oldu. Yaşlı sifətli professor isimli. O, lap qoca kişilər kimi danışırdı. Qoca sifətli, ismi yanındadır. Kiçik uşaqlar gəzməyi çox sevirlər. Sifət ismi yanındadır. Novruz bayramında küsülülər barışar. Hə, Novruz bayramında küsülülər barışar. Sifətdir, üzərində də ismə məxsus qrammatik şəkilçi var. Deməli, müəllimlər neynədir? Sifət isimləşdi. Sual verin, kim? Küsülülər. Sifət ismi sualına cavab versə, deməli isimləşdi. Baxın, müəllimlər, başqa cür belə lap deyək. İgid, tutaq ki, necə? Yaşlı, necə? Qoca, necə? Kiçik, necə? Küsülülər kim? Sifətlərin hamısı öz suallarına cavab verdi. Amma bircə dənə küsülülər sifəti ismin sualına cavab verdi. Deməli, neynədir? İsimləşdi. Bu qədər rahat. Belə. Baxırıq 7-ci sual izahına. Cümlələrin birində sifət ismin xüsusiyyətini daşıyır. Gəlin elə baxaq. Söylədiklərin doğru olmalıdır. Söylədiklərin feili sifətdir. Bundan yapışmayın. Dıq üstə gəl mənsubiyyət var. Gedəcək. Ən böyük ərdəm düzlükdür. Böyük ərdəm. Sifət ismi yanındadır. Düzlük yaxşılığa aparır. Düzlük isimdir. Yaxşılıq isimdir. Bizdən sifəti soruşur. Bu da gedəcək. Həyat insanları tərbiyə edib doğru yola yönəldir. Doğru sifətdir, ismi yanındadır. Bu da gedəcək. Allah dürüstlərin daim yardımcısıdır. Dürüst necə? Sifətdir. Bu sifətin üzərində nə var? İsmə məxsus qrammatik şəkilçilər var. Yəni, həm bir cəm görürük, həm hal görürük. Deməli, sual verin. Dürüstlərin. Kimin? Dürüstlərin. Gördünüzmü müəllimlər? Kimin sualına cavab verdi? Sifət ismin xüsusiyyətini daşıdı. İsmin də onun geyindi də, ismin sualına cavab verdi. Deməli, cavabımız olur B variantı. Bu qədər rahat. Baxırıq 8-ci sualın izahına. Hansı cümlədə
İsmin xüsusiyyətlərini daşıyan sifət işlənmişdir. Yenə həminki qaydada. Yaxşı iş. Baxın, yaxşı sifətdir. İşi də nədir? Yanındadır. Sonra o... Leyla müəllimə, axşamınız xeyir. Bir dəqiqə sizin vaxtınız alır. O 7-də ay bir dəfə də izah edəyin də. Mən onun belə bir səhv izlədim. Dediniz ki, orada feil izlədim. Ona bir dəqiqə söylədiklərin doğru olmalıdır. 7-ci söylədiklərin, bəli. Feili sifətdir. Orada deməli bu feil sifət idi. Bəli, bəli. Dıq Düşdüm. üstəgəl mənsubiyyət feili sifətdir. Dıq üstəgəl mənsubiyyət varsa feili sifətdir. Sifət deyil. Hə, dıq üstəgəl, onu götürmək. Bildim. Bəli, onu götürmək. Yadımdan tutmuşdu ona görə. Sağ olun, çox sağ olun. Siz də sağ olun. Sağ olun. Yaxşı, davam edək. Deyir ki, hansı cümlədə ismin xüsusiyyətini daşıyan sifət işlənmişdir? Cavan oğlan dostlarını görüb sevindi. Cavan oğlan sifət yanında ismi var. Soyuq havada isti çay adama ləzzət edir. Soyuq hava, isti çay sifət isimləri yanındadır. Sonra o əsəbi halda necə, nə tərzdə bunu götürmürük. Çünki bunu zərf kimi götürəcəyik, tərz hərəkət zərfi kimi. Yaxşı iş üz ağardar, yaxşı iş sifətdir, ismi yanındadır. Xəstə baş həkimin sözünü diqqətlə dinləyirdi. Xəstə kim xəstə? Burada neynədir? Kim sualına cavab verdi? Kim sualına cavab verdiyinə görə deməli biz bunu nə götürəcəyik? İsimləşmiş sifət. Çünki xəstə sözü nədir? Sifətdir. Bəs bunun yanındakı ismi hanı? Xəstə adam baş həkimin sözünü diqqətlə dinləyirdi. Əslində belə olmalıydı. Və yaxud xəstə qadın və yaxud xəstə kişi. Sadəcə burada sifətin yanında ismi olmadığına görə sifət avtomatik neynədir? İsimləşdi. Deməli, cavabımız olur C variantı. Sonra baxırıq 9-cu suala. Cümlələrdən birində özgə sözü ismin xüsusiyyətlərini daşıyır. Kəndə özgə bir adamın gəlməsindən söhbət gedirdi. Burada özgə sözü sifətdir, ismin xüsusiyyətlərini daşımır. Çünki özgə adam gedəcək. Zəhmətdən özgə bir vərdişim yoxdur. Zəhmətdən ayrı. Buradakı özgə köməkçi nitq hissəsi olan qoşmadır. B də gedəcək. Ananın bu xalçadan özgə bir şeyə gümanı gəlmirdi. Xalçadan ayrı. Bu da gedəcək. Özgə adamın kölgəsinə sığınma. Bu da sifətdir. İsmi də yanındadır. Özgələri torpağımızdan qov əsgər. Özgə burada sifətdir. Üzərində ismə məxsus həm cəm var, həm də nə var? Hal var. Sual verin. Kimi? Özgələri. Neynədir? Sifət ismin xüsusiyyətini daşıdı. Cavabımız oldu müəllimlər. D variant. Bu qədər rahat. Sonra baxırıq növbəti suala. Səhv yazılmış sifəti müəyyən edin. Deməli, səhvi soruşur bizdən. Süzgün doğrudur. Solğun doğrudur. Əzgin doğrudur. Kəskin doğrudur. Küsgün yox. Bu söz belə olur. Küskün. Eləmi? Burada G verib. Əslində nə olmalıdır? K olmalıdır. Bizdən də səhv yazılmış dediyinə görə cavab olur B variantı. Bax belə. Sonra baxırıq 11-ci suala. Hansı sifətin yazılışında səhvə yol verilmişdir? Yaxşıca ədatlı sözə bitişik yazılmalıdır. Gödərək, şəkilçi kimi verirlər, sözə bitişik yazılmalıdır. Yaşılımtıl, ımtıl sözə bitişik yazılmalıdır. Göyümtül, ümtül bitişik yazılmalıdır. Açıq sarı. Axı ötən dəfə dedik ki, açıq və ala sözləri ilə düzələn azaltma dərəcəli sifətlər nə olurdu müəllimlər? A demişdim, açıq ala defislə yazılırdı. Yəni açıq sarı bitişik yox, açıq sarı belə yazılmalıdır. Bizdən də səhvi soruşduğuna görə cavab olur C variantı.
Yaxşı. Baxırıq növbəti sualın izahına və daha sonra yenə dərsimizin izahı olacaq. Onunla da davam edəcəyik. Sonra sifətlərdən birinin yazılışında səhvə yol verilibdir. Bu hissələr biraz qaradır, oxunmaya bilər. PDF-dən çəkmişəm. Narahat olmayın, özüm səsli şəkildə də deyəcəm. Sifətlərdən birinin yazılışında səhvə yol verilibdir. Elə baxan kimi nə görünür? Qara təhər görünür. Niyə? Bizdən səhvi soruşur. Tünd deyifisinə yazılır. Kəm bitişik yazılır. Ala deyifisinə yazılır. Açıq deyifisinə yazılır. Demişdik, kəmlə təhər sözə bitişik yazılırdı. Qara təhər belə yazılmalıdır. Qara təhər. Bitişik yazılmalı. Amma burada defisdən istifadə olunubdur. Ona görə E variantı yanlış variantdır. Baxırıq 13-cü sualın izahına. Sifətlərdən birinin yazılışı səhvdir. Gəlin baxaq. Əkiz verilibdir, doğrudur. Açıq qara, açıq defisinə yazılır, doğrudur. Ala defisinə yazılır, doğrudur. Əşyəvi, dünyəvi, lüğəvi, mənəvi, kimyəvi doğrudur. Yaşıl təhər, təhərdir, kəmdir, sözə bitişik yazılmalıdır. Baxın, necə də sadədir. Unutmayaq. Sonra keçirik 14-cü suala. Qorxaq sifəti hansı cümlədə ismi xüsusiyyətini daşıyır? Səngəri qoyub qaçanlar, qorxaq düşmənlər, qoyub qaçanlar, qorxaq düşmənlər, qorxaq sözünün qabağında nəyi var? İsmi var. Bu gedəcək. Yəni, ismi xüsusiyyətini burada daşımayıbdır. Bəlkə bundan qorxaq, qorxaq burada nədir? Feildir. Bizə qorxaq sifəti lazımdır. Qorxaq dost adamı darda qoyar. İsmi yanındadır. Gedəcək. Cəmil uşaqlıqdan qorxaqdır. Demişdik ki, bəzən saylar eyni zamanda sifətlərin üzərində ismə məxsus qrammatik şəkilçi olan xəbərli şəklisi dır olsa da, yenə də onlar isimləşmir. Qorxaqdır, necədir? Gördünüzmü? İsimləşməyibdir. Özünün üzərində ismə məxsus qrammatik şəkilçi olsa da. İgid bir dəfə, qorxaqsa min dəfə ölər. Baxın, bu qorxağın yanında özünə məxsus ismi yoxdur. Olmadığına da görə qorxaq ölər. Kim qorxaq? Kim sualına cavab verdi? Sifət neynədir? İsimləşdi. Cavabımız olur E variantı. Sonra baxırıq 15-ci suala. Cümlələrdən birində sifət ismi xüsusiyyətlərini daşıyır. Gəlin baxaq. Buludlu səma idi. Onun dalğın baxışı. Buludlu səma, dalğın baxış. Getdi. Bütün həvəskarları B qalsın, B izah edəcəm. Zəhmətkeş babalarımız Novruzda, zəhmətkeş baba sifət ismi yanındadır. Gənc müğənni sifətdir, ismi yanındadır. Yalan söz sifətdir, ismi yanındadır. Bütün həvəskarları, həvəskar necə? Baxın, neynədir? Sifətdir, ismə məxsus cəm, ismə məxsus halı qəbul elədi. Sifət neynədir müəllimlər? Kimi sualına cavab verib, avtomatik isimləşdi. Ona görə də cavabımız olur B variant. Bu qədər rahat. Sonra baxıram 16-cı sualın izahına. Hansı cümlədə sifət ismi xüsusiyyətlərini daşıyır? E-dən başlayaq. Avtobus irəlilədikcə uca, yaraşıqlı binalar. Necə binalar? Uca binalar, necə binalar? Yaraşıqlı binalar. Həmçinin təyinlər var. Getdi. Gecədən düşmüş şey, ağappaq pambıq kolları üzərində ağappaq pambıq sifət ismi yanındadır. Bağçanın ağ çiçəkləri sifətdir, ismi yanındadır. Dünya görmüş qoca və mahir bir ovçu, dünya görmüş necə, qoca necə, mahir necə. Ovçu kim? Sifətdir, aid olduğu isim buradadır. Ağı qaradan seçməyin vaxtı çatıb. Ağ rəngi qara rəngdən seçməyin vaxtı çatıbdır. Ağ sifətinin yanında ismi yoxdur, qara sifətinin yanında ismi yoxdur. Gördünüzmü? Ağı nəyi? Qaradan, nədən? Sifət neynədir? İsmi sualına cavab verir. Deməli, isimləşdi. Cavabımız olur A variantı. Bu qədər rahat. Sonra keçirik
17-ci suala. Hansı cümlədə ismin xüsusiyyətini daşıyan sifət tamamlıq vəzifəsindədir? Çox maraqlı bir sualdır. Gəlin baxaq. Onun hərəkəti zaldakıları təəccübləndirirdi. Ötən dəfə dərsdə dedim ki, dakı, dəki, şəkici sözlər yalnız və yalnız sifətdir. Təəccübləndirirdi. Nə? Onun hərəkəti. Kimi? Zaldakıları. Müəllimlər, zaldakı sözü sifətdir. Üzərində ismə məxsus cəm var. İsmə məxsus hal var. Sual verin. Zaldakıları kimi? Kimi də nəyin sualıdır? Tamamlığın sualıdır. Cavabımız olur A variantı. Küsülülər sabah yola düşəcəklər. Deyə bilərsiniz ki, buradakı küsülülər sözünü bəs niyə götürməliyik? Çünki yola düşəcəklər. Nə vaxt, nə zaman? Sabah. Kim? Küsülülər. Buradakı küsülülər sözü isimləşmiş sifət olsa belə cümlə üzvü olaraq nədir? Mübtəda funksiyasındadır. Məndən isə tamamlığı soruşur. Ona görə B-ni götürə bilmərik. Sonra baxırıq 18-ci suala. İsmin xüsusiyyətini daşıyan sifət haqqındakı fikirlərdən biri səhvdir. Gəlin yazaq. Zaldakılar. Deyir, ismin xüsusiyyətini daşıyan sifət olsun və onunla bağlı fikirlərdən biri səhv olsun. İsmin suallarına cavab verir. Baxın, bizdən səhvi soruşur, diqqətli olaq. Zaldakılar kim? Bəli, ismin sualına cavab verdi. Cəm şəkilsi qəbul edir? Bəli, zaldakı sifət idi, isimləşdi, zaldakılar. Cəm şəkilsi qəbul etdi, hətta zaldakıların hal şəkilsi də qəbul edə bilər. Hallana bilir? Bəli, zaldakılardan, zaldakılarda, zaldakıları. Bəli. Əşya və ya şəxs bildirir? Bəli, əşya da bildirə bilər, şəxs də bildirə bilər. Yəni, ismin xüsusiyyətini rahatlıqla daşıya bildiyinə görə. Bu da doğrudur. Cümlədə təyin olur? Xeyr. Yadda saxlamaq lazımdır ki, sifət isimləşən zaman təyin olma funksiyasını itirəcək. Çünki sifət isimləşən zaman təyinin suallarına cavab vermir axı. Təyinin suallarına cavab vermirsə, necə cümlədə təyin ola bilər? Zaldakılar kim? Oldu mübtəda. Zaldakıları kimi? Oldu tamamlıq. Gördünüz, təyin olmadı. Ona görə də E variantı yanlışdır. Sonra baxırıq 19-cu və nəhayət sonuncu sualın izahına. Hansı cümlələrdə ismin xüsusiyyətini daşıyan sifət işlənib? İndi müəllimlər, bundan sonra mən bu sifətin isimləşməsinə bağlı, bununla bağlı başqa məqamlarda izah edəcəm. Deyir, ismin xüsusiyyətini daşıyan sifət işlənib. Su kiçiyin, yol böyüyündür. Bayaqlar izah etdim axı. Su kiçiyin, yol böyüyündür. Burada görürsünüz, neyniyiblər? Sifətin üzərində ismə məxsus qrammatik şəkilçilər var, isimləşiblər. Cavabın biri birdir. Mərdi qova-qova namərd etməzlər. Mərdi kimi? Mərd sifətdir. İsmin sualına cavab verir. Deməli, isimləşdi. 1-2. Mərd oğlun qəhrin çəkər mərd ana. Mərd, oğul, mərd, ana. Sifətdir. İsmi yanındadır. Deməli, isimləşməyib. Namərdi özümə mən dost eylədim. Namərd sifətdir. İsmi hardadır? Yoxdur. Hələ üstə gəldə üzərində ismə məxsus qrammatik şəkilçi var. Deməli, isimləşib. 1, 3, 4. Cavan oğlan irəliyə baxırdı. Cavan sifətdir, ismi də yanındadır. 1, 2, 4. Belə bir variant varmı? Var. B variantı. İstədim ki, testlər üzərində də bu dərsi sizlərə daha aydın şəkildə müəllimlər izah edim ki, tətbiqiniz daha da yaxşı olsun. Belə. İndi müəllimlər, əlavə olaraq nəyi deyə bilərəm? Sizlərə indi gəlin dərsimizin davamına baxaq. Qaldığımız yerdən davam edək. Görək, biz əlavə olaraq nə danışa bilərik? Dedik ki, sifət nədir? Sifət isimləşir. Diqqətli olun. Sifət isimləşən zaman ya ismini itirirdi, yəni yanındakı ismini itirir,
Ya da ki, müəllimlər, ismə məxsus qrammatik şəkilçiləri qəbul edirdi. Məsələn, küsülülər, məsələn, zaldakılar, məsələn, qocalar, məsələn, cavanlar. Yaxşı, sual düşə bilər ki, sifət isimləşən zaman nəyi itirir? Birinci növbədə suallarını. Əvvəl necə, nə cür, hansı sualına cavab verirdisə, indi artıq o suallara cavab verməyəcək. Əvvəl necə, nə cür, hansı sualına cavab verirdi, indi artıq ismi suallarına cavab verir. Kimə, kimdə, kimdən, kimin və s. kimi artıq bu suallara cavab verir. Nəyi itirəcək? Təyin olmağını. Əvvəl təyin olurdusa, indi mübtəda və yaxud da ki, tamamlıq olacaq. Yaxşımı? Yaxşı müəllimlər, sizə bir qaydada deyim, bunu yadda saxlayın. Qarşınıza çıxa bilər ki, sifət isimləşərkən dərəcə əlamətini itirir, bu fikir yanlışdır. İtirmir. Məsələn, qıpqırmızılarını mənə verin. Almaların qıpqırmızılarını mənə verin. Qıpqırmızılarını nədir? Sifətdir. Necə sifətdir? İsimləşmiş sifətdir. Və eyni zamanda hansı dərəcədədir? Çoxaltma dərəcəsindədir. Gördünüzmü? İsimləşdi. Amma öz dərəcə əlamətini qoruyub saxladı. Yəni, desək ki, sifət isimləşərkən dərəcə əlamətini itirir, itirmir. Öz dərəcə əlamətini də qoruyub saxlayır. Mənə elə gəlir ki, müəllimlər, artıq siz sifətin isimləşməsini müstəqil şəkildə başa düşdünüz. Kimin əlində hansısa bir vəsait varsa, yenə də bununla bağlı test işləmək istəyirsə, problem yoxdur. Təbii ki, vaxtı varsa, əlinizdə olan hər hansısa bir vəsaitdən rahatlıqla bu mövzuya aid testləri işləyə bilərsiniz. Kim istəyirsə, təbii ki, kiminsə vaxtı varsa, kiminsə belə vaxt məhdudiyyəti yoxdursa, mütləq həmin testləri də işləyər. İşləyəndən sonra müəllim səhvimiz olsa, problem yoxdur. Qrup daim zaten açıq olur. Qrupa da rahatlıqla həmin o sualları da ata bilərsiniz. Baxarıq, təbii ki, baxarıq deyərkən baxaram və həmin suallara da münasibət bildirərəm. Bugün sizlərlə ümumən nədən danışdıq? Çoxun işlənmə məqamı haqqında danışdıq. Cacənin işlənmə məqamı haqqında danışdıq. Dümdüz, dimdik, dümağ sözlərinin morfoloji yoxsa sintaktik yolla yaranmağından danışdıq. Sifətin isimləşməyindən danışdıq. Sifətin 20 dənə testini işlədik və mənə elə gəlir ki, artıq bu dərs biz bir çox qaydanı öyrənmiş olduq. Məndən bugünlük müəllimlər